Erken yaşta arzu ettikleri o kaslı vücuda kavuşabilmek için protein tozu kullanıyorlar ama uzmanlardan uyarı var. Ergenlikte protein tozu kullanımı böbrekleri vuruyor. Genç yaşta böbreğinizi kaybedebilirsiniz. Kesinlikle protein tozu ya da yapay ürünlerin kullanımını istemiyoruz ve yasaklıyoruz. Dostlar, bu tip boş videolara, xəbərlərə aldanmayın. Çox gözəl bir nümunə ilə izah eləyəcəm ki, protein qəbul eləməyin böyrəklərə heç bir ziyanı yoxdur, heç bir əlaqəsi də yoxdur. Görmüş olduğunuz körpələr üçün quru qidadır. Ana sütü yeyə bilməyənlər körpə qidasından istifadə edirlər. Yəni bunun da içində körpəyə uyğun olaraq protein miqdarı var. 4 yaşına gəlmiş bir uşaq 4 il bunu yesə, xəbərə görə onda gərək böyrəklərini itirər. İndi keçək deyək. Bu da bizim üçün bir quru qidadır. Tərkibi 95% eynidir. İçində bizə uyğun, çəkimizə uyğun 24 qram protein var. Yəni bununla bunun arasında heç bir fərq yoxdur. Bunu körpə yeyir, bunu da böyük yeyir. İzləmədə qal.